bu günləri al bunu verdim sənə və mən uşağım üçün hər bir şərait yaratmışam, nə istəyib almışam, səhv eləmişsiniz. Bəli. Çox yanlış bir hərəkət eləmişsiniz. Olmaz. Siz o uşağa hər şeyi hazır verməklə, siz onun bütün beynini çöktürmüsünüz. Tənbəllik sindromu da başlayıb burada, arxayınçılıq, özünə güvənsizlik. Ay, mən bunu eləyə bilmərəm. Siz onunla nə zaman bir yerdə getdiniz deyir, pilova atıb balıq tutdunuz bir yerdə. Siz uşağınızla nə zaman o yaş otun üzərinə bir dənə ədyalı atıb, uşaqla turp, pendir, çörəyi yemişsiniz, özünüzü sığışdırmırsınız, ha? Bahalı kafelərə üz tutursunuz. Çox gözəl vurğuladınız. Yəni, o deyil də, uşağa sən hər şey eləyə bilərsən, amma sən o uşağa aşılayacağın cəmiyyətə faydası olacaq, ailəsinə faydası olacaq məqamları öyrətmirsən.